Azərbaycandan gəldim. Əməliyyatım üçün yüksək miqdarda pul istəyirlər. Buna isə bizim heç bir imkanımız yoxdur. Bütün xeyir-sevər insanlardan dəstək istəyir. Yəqin ki, dərslərimlə məşğul olmaq istəyir. Tezliklə yaxşı olub Azərbaycana dönmək istəyirəm. Pis günlər keçirdik, hər xəstəxanalardaydık, gəzdirirdik onu. Neçə il idi, 5 il, 6 il idi, elə xəstəxanalardaydık, gəzdirirdik onu. Yaxşı olmurdu. Azərbaycanda əməliyyatı olmadı, əməliyyatına çara tapılmadı və Türkiyəyə getdik. Bəli, bizi İstanbula çağırdılar, çocuk dərhal kontrol alındı. Həmən Beyrək xəstəxanasına yerləşdirildi, kontrol alındı və bir neçə ay sonra əməliyyata başlandı. Qardaşım artıq məktəbə gedir və öz dostları ilə, tanışları ilə qaynayıb qarışır, eyni yerdə oynayırlar. Bu işdə əziyyəti çəkən hər bir kəsə, ilk öncə Faiq bəyə və Kimsə Yoxmu Dərnəyinin əziyyət çəkən hər bir üzvünə öz təşəkkürlərimi bildirirəm. Bundan başqa xəstəxananın bütün heyətinə, baş həkimlər, Nezdə Sağlam və digər həkimlərə öz təşəkkürlərimi bildirirəm. Yəni ki, onlara həmçinin bu pulun yığılmasında iştirak edən hər kəsə, Türk xalqına, türklərin bütün millətinə təşəkkür edirəm ki, bu əziyyət çəkdilər, əziyyətləri var üstümüzdə, haqlarını halal eləsinlər ki, əziyyət çəkdilər. Bu ümidlə yaşıyordum ki, düzələcək. Yəni, şükürlər olsun ki, daha da iyiləşdim. Və bunun üçün də Türk qardaşlarımıza təşəkkür ederim.